Sumqayıt şəhərində nəqliyyatın və piyadaların təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şəhərin əsas küçə və prospektlərində yol kənarlarında müasir standartlara uyğun metal sədlər quraşdırılıb. Bu sədlərin məqsədi həm piyadaların təhlükəsizliyini təmin etmək, həm də sürücülərin hərəkətini nizamlı şəkildə yönləndirməkdir. Artıq sakinlər yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə edir. Bu isə nəqliyyatın fasiləsiz hərəkətinə və qəza riskinin minimuma endirilməsinə ciddi töhfə verir. Xüsusilə Sülh prospektində tətbiq edilən bu yeniliklər yol hərəkəti təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Lakin aparılan işlərə baxmayaraq bəzi sakinlər öz təhlükəsizliklərini riskə ataraq metal sədlərin üzərindən keçməklə yolu qadağan olunmuş hissədən keçməyə cəhd edirlər. Kameralara düşən görüntülərdən də aydın olur ki, bu cür qayda pozuntuları təkcə həmin şəxslərin deyil, ümumi yol hərəkətinin təhlükəsizliyi üçün də ciddi təhdid yaradır. Qanunvericiliyə əsasən belə hallara yol verən şəxslərlə bağlı inzibati tədbirlər görülür və müvafiq cərimələr tətbiq edilir. Sağ olsunlar, çəkiblər, qoyublar, piyadalarımız piyada keçidindən keçirlər. Yəni təhlükəsizlik üçün yaxşıdır, hər bir şey üçün yaxşıdır, əladır şəhərimiz üçün. Valla bu məhcərlər qoyulur, bu məhcərlər qoyulması həm sürücülər üçün, həm də xalq üçün, cəmaət üçün yaxşı olan cəhətdir. Allah canını sağ eləsin. İcra başçımızın da, Fərəcovun da ki, belə işlərə diqqət yetirir. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.